Söyləməzdən əvvəl Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun bir neçə şeirindən bir neçə kəlmə sizlərə çatdırmaq istəyirəm. Vaxt Təbrizin, dünya ərkin dünyası, yol Tanrının haqqı dərkin dünyası, əvvəl axır dünya Türkün dünyası. 3 gün, 5 gün, gecim tezim olacaq, əvvəl axır dünya bizim olacaq. Keçidlərdə ocağımız səngidi, yoxuşlarda nəfəsimiz təngidi, tarix biraz haqq sözündə ləngidi, həqiqətlər çözüm olacaq, əvvəl axır dünya bizim olacaq. Yeni düzen, yeni mizan Qurandı, ilk andımız, son andımız Turandı, soraq verən peyğəmbərdi, Qurandı. Nə yozulsa xeyrə yozum olacaq, əvvəl axır dünya bizim olacaq. Qovuşacaq bölünənlər, bölgələr, nurlanacaq qaranlıqlar, kölgələr, diriləcək Oğuz xanlar, bilgələr, türbə səcdə, Türkə təzim olacaq, əvvəl axır dünya Türkün olacaq, əvvəl axır dünya Türkün olacaq. Çırpınırdın Qaradəniz, baxıb Türkün bayrağına səslənir bütün Türk dünyası üçün. Yaşasın Türkiye, yaşasın Azərbaycan və burada birləşdirilən 7 Türk milləti, 7 Türk Cumhuriyyəti, amma bir millət, Türk milləti. Çırpınırdın Qaradəniz, baxıb Türkün bayrağına.
Allah böyükdür.